Meryem, kanalıma ve videoma hoş geldiniz. Bugün sizlerle birlikte sahur vlogu çekirik. Yani sahura kadar benimle birlikte olacaksınız. Hal-hazırda saat 1'deydi. Saat 02:13'te, 3'e 13 dəqiqə işləyib. Sabahlayıram. Gördüğünüz gibi sabahlayıram. Saat arası çeşdik. Buradan önce yatsam böyük ihtimal yatıp kalacağım. Sahur edə bilməyəcəm. Bu arada dodaqlarıma baxın, çox pis cırılıb. Siz oruclu olanda günorta vaxtı dodağım qurudu. Dodağımı götürdüm belə dartdım. Bir də iftarda mərci şorbasına limon sıxandan sonra limonun suyu dəydir. Ondan sonra olan oldu. Neyse dostlar, dediğim gibi sahura kimi mənimləsiz. Kompüterdə biraz işlerim var, onu görəcəyik. Biraz kitap oxuyarıq, biraz dərs oxuyarıq. Ondan sonra da sizlərlə birlikdə çox möhtəşəm bir sahur süfrəsi hazırlayarıq. Daha sonra məktəbə də hazırlaşdığımı sizlərlə bölüşərəm. Çünki niyə də yox. Həm də bu vlogu çox sevirsiniz. Bu arada kanalıma abone ol, videoma like atmayı unutmayın. Videomuza keçək. Duşdan sonra saçımı daramamışam. Birlikdə saçımızı da darayaq. Yüzümdə səpkilər o kadar çoxalıb, bilirsiniz niyə? Çünki mən birdən videomda dedim üzümü bakım edirəm, bakımdan sonra nemlendirici çəkirəm. O rutinimi dayandırdım. O rutinimi dayandırmaz üzüm pis hala gəldi. Yenidən o rutinimi davam etdirməliyim məncə. Belə. Yüzümüzü de biraz nemlendirək. Niye de yok. Nivea ile nemlendirək. Ya da Nivea ile yok hayır. Bir tane nemlendirici var. O hamam otağında da. Onu gətirin gəlin. Onunla yüzümü nemlendirək. Gözləyin. Belə bir nemlendiricidir. Bu niye fokuslanmır? Ha, böyle. Bundan nemlendiriyoruz. İlk defa bundan nemlendireceğim bu arada. Aman. Niyeti yok. Her şey aynı şeyler olmasın. Qoxusu o qədər də yaxşı deyil. Mənə görə bilirsiniz nədir? Ən önəmli mənə görə qoxudur. O nə salıramsa, o aldığım şeyin qoxusu möhtəşəmsə onu mütləq alacağım. Bu arada yeni bir şey almışam. Onu sizə göstərməliyəm. Gözləyini göstərəcəm. Çox oldu krem. Orada dudağım o kadar pis haldadır ki. Nivea lip balmı çantamdadır. Onu da əlinirəm çıxartmağa. Çıxardıq buraq da. Çünki dodağım pis sağlamasa bu gedişdə mən çox böyük əziyyətlər çəkəcəm. Bunun farkındayım. Əldə bir qədər şarap səni əvvəlcələmir. Keşfetimde ancak bu mahvudur. Ay da yara. Koyak yerine. Ha, sonra ne eləyir diye yadımdan çıxdı. Neynirdim? Ay, mən neyniyəcəydim? O yadımdan çıxdı. Gözüm dedi yadına salım gəlirəm. Yadıma düşdü. Mən sizə bir şey almışdım, onu göstərəcəydim. Bəli. Deməli dostlar, artıq qış çıxır. Mən yeni ayılmışam. İndi fokuslanmayacağım, vay sədəşəm. Böyle bir şapka aldım. Bu mənə gələn il çox lazım olur. Siz niyə? Çünki mən gələn il 11-ci sinifəm artıq. Ay böyük. Neyse, 11. sınıfım. 11. sınıfta da Vinetka çekilişlerim olacak. Şahtağa falan gideceğim. Onda çok yararlanacağım da bu şapkadan.
Ay bence çok güzel. Çok güzel. Hatta şekil çekim belə. Hə, heç nə. Gedək kofe götürək, kofe dəmləyək. Ondan sonra da gələk kompüterdə işlərimizi eləyək. Dərs oxuyaq, kitab oxuyaq, bu şeylər eləyək. Belə. Sizi tripodumdan aparıram. Böyle ışık olmayanda kamera o kadar pis çəkir. O kadar pis çəkir. Yəni normal düzəldi, amma ağ ışıqda məncə daha qəşəng çəkir. Sizcə? Məncə ağ ışıqda daha yaxşıdır. Neysə. Hepimizi hazırlayaq dostlar. Mənim orada fincanım var idi, kofeli yedim, onu gətirim, gəldim gözləyim. Onlar zaten çekiniyor. Sen beni çek. Çek. Hepsi beni çek. Dostum düşmanı görsün çek. Oradan çek. Oradan çek. Aşağı kusuruma bakmayın. Xahiş edeceğim dostlar. Neyse enerjikim. Ama aslında değildim. Kamera açılanda enerji geldi ha. Yani biraz idare. Nescafe. Ne oldu bana? Yeni yıl çıkıp ben yeni fincanlı çıktım neyse. Bunun için çıktım. Hadi bu vlogun maraqlı olacaq. Bunu yine qəşəng editor ola edit diye. Mükemmel. Sonra bu seriozla bunun adı nə? Termosumuzdan yine qəşəng kaynar su əlavə edirik bura. Mətbəxin bir rəngində. Gedək kompüterdə olan işlərimizi həll edək, ondan sonra gələk mətbəx yığışdıraq, adoslar. Hazır. Əldə bir qədər şarap, səni əvəziləmir. Bu arada mama burada bizim otaqda bu pəncərələrin falan arasından soyuq gəlir də, neyinirik eləyək, soyuq gəlir. Mama götürürdü bütün yorğan döşəyi ora, otağa işıq girmirdi. Götürdüm hamısını. Bir də onu salmışam, çünki bayır otağın içi görünür. Bir də belə tüz salmışam, çox qəşəngdir. Səhər duranda günəş adamın üzünə vurur. Bu arada havalar çox qəşəngdir. İnşallah qar yağar, aralıq xahiş edirəm, qar yağsın, mən o papaqla qəşəng fotosesi gələyim, amin. Neysə, keçək kompüter. Kompüter oradan qoşdum, onsuz tripod uzada bilirəm də, gedək. Dostlar, ışığı yandırdım, çünki çox qaranlıq görünür. Əyləşdik. Hı? Bilmirəm, olar. Mənim mamamın sipariş gəldi. Saçını qurutmağını istəyir. Yaparım bilirsin. Yıkarım, yamayı da yakarım. Bak kardeşim bu klavyatın var, buranı niye takılır? Ben çok maraqlı. Əzizim, klavyatınla bura niye taksan? Bu nezin vardı da. Neyse. Əsəbləşmək, relax. Çox danışacağım bu video. Bu video uzun olacaq. Çox danışacağım. Çünki hamınız istəyirsiniz ki video uzun olsun. Alın sizə uzun video. Oturun indi baxın. Kompüterin 16 ay tarımı işimi tez görməyim, ama siz görərsiniz, mən siz izləyirsən, yəni tez.
Ləhlət səni kör şeytan. Kurtarmır reklam. Ay Allah kurtardı. Sərəfqə getdi. Çəkilin buradan siz. Əldə bir qədər şərab. 14 15% oldu. Bu nə oldu? Ay qardaşım atmışam konserv mən. The morning mist is lingering on the shore. I see the traces of the night in your eyes. Don't say a word, just stay here a little more. Mən kompüterdə işim bitdi. İndi isə mama gəldi. Onu saçını quruduram. While the golden sun begins to slowly rise, softly drifting like a leaf on the stream, caught in the middle of a waking dream. Let the world Dostlar, deməli mamanın saçını qurutduq. Mama getdi yatmağa. İndi nə edəcəm? İndi kitab oxuyacağam. Müşfiq Malik Muğanlı Mübarizdən sonra Azərbaycan milli qəhrəmanı Mübariz İbrahimovun atasının elbəki yazdığı kitabdır. Mübarizdən sonra. Allah hər ikisinə də qəni rəhmət eləsin. Atası da 2025-ci ildə vəfat etdi. Allah məkanını cənnət eləsin. Deməli, mən bu kitabı əslində oxumuşam. Yəni başdan ayağa atam onlara getmişdi ziyarətə. Gətirdiyi gün, yəni oxudum, bitirdim. İndi isə kitab yadımdan çıxıb, düşündüm ki, yenidən oxuyum. Bir yerdə başlayaq. Baxın, ilk səfəstətdə belədir. Bu kitabdan 2 dənədir. Biri də var, gənclərə nəsihət gözləyən, onu da gətirin. Gənclərə nəsihət deyil, üzülü sayın. Ağakərim İbrahimovun düşüncələri. Orada Müşfiq Malik Muğanlı, yəqin ki, başqa biridir, onu tanımıram. Ağakərim İbrahimov, Mübariz İbrahimovun atasıdır. O kitabda da yəqin ki, yazardı da, yəqin ki, Müşfiq Malik Muğanlı. O da atasına qulaq asır və onun əsasında yazıb o kitabı. Nəysə, burada da Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun düşüncələri adlı kitab var. Bundan da 2 dənədir. Nəysə, biz bugün bunu oxuyacağıq. Bunu da oxuyub bitirmişəm. Bunu neçə dəqiqə oxudum? 45-50 dəqiqə ərzində oxudum, bitirdim. go by, we're staying right here in a quiet harbor where the water is clear, in this velvet light where the shadows play. Let the noise outside just fade away. Our steps are silent on the dusty road. 10 səhifəyə yaxın kitab oxudum. 10 səhifə yox. Bəli, 10 səhifə kitab oxudum. Belə. Çox maraqlı kitabdır. Onu da çalışacağam vloglarımda oxuyum. Buradan dostlar, ümumiyyətlə Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hər birinin ailə üzvünə səbir və sağlamlıq arzulayıram. Allah hər birinə rəhmət eləsin şəhidlərimizin.
onlar vətən uğrunda, bizim uğrumuzda canlarını fəda elədilər. Biz onları heç vaxt unutmamalıyıq və unutturmamalıyıq. Belə. Dostlar, artıq saat 4-ə 20 dəqiqə qalıb. Bəli. Mən 1 saata yaxın telefonda vaxt keçirmişəm. Demək olar. Neysə, indi 5-10 dəqiqəyə keçəcəyik sahur hazırlamağa. Ay, ən sevdiyim. Təəssüf ki, bacım tuta bilməyəcək oruc. Çünki çox xəstədir. Zorla yatıb, yəni ağrıyırdı. Belə. Neysə, 5-10 dəqiqəyə sahur hazırlayaq. Dostlar, artıq mətbəxdəyəm, başlayırıq sahur hazırlıqlarına. Belə ağ işıqda istədim olsun qaranlıq, çünki belə daha kalitəli görünür. Heç nə, başlayaq sahur hazırlıqlarına. Bu arada mətbəx dağınıqdır. Dağınıqlığa fikir verməyin, sonda hər yeri gül kimi edəcək. The sky is wider than it's ever been. Lay down your heart and drop the heavy load. The peaceful moments are the ones unseen. As the horizon turns to shades of red, with all the unspoken words finally said, no more rushing, no more gold to chase, just the simple beauty of this time and space. Let the world go by, we're staying right here in a quiet harbor where the water is clear, in this velvet light where the shadows play. Let the noise outside just fade away. Just stay drifting away. In the silence, the sky is wider than it's ever been. Lay down your heart and drop the heavy load. The peaceful moments are the ones unseen. As the horizon turns to shades of red, with all the unspoken words finally said, no more rushing, no more gold to chase, just the simple beauty of this time and space. Let the world go by, we're staying right here in a quiet harbor where the water is clear, in this velvet light where the shadows play. Let the noise outside just fade away. Just stay drifting away. In the silence,
drop the heavy load. The peaceful moments are the ones unseen. As the horizon turns to shades of red, with all the unspoken words finally said, no more rushing, no more gold to chase, just the simple beauty of this time and space. Let the world go by, we're staying right here in a quiet harbor where the water is clear, in this velvet light where the shadows play. Let the noise outside just fade away. Just stay. Dostlar, indi isə hamam otağındayıq. Dişlərimizi fırçalayırıq. Dəqiqə. Drifting away. In the silence. Belə. Drifting away. In the silence. Dostlar, artıq orucumu bağladım. Allah bütün oruç tutanların orucunu qəbul etsin. Niyyət və arzularınızı falan, ibadətlərinizi inşallah Allah qəbul etsin. İndi isə gəldim mətbəxə. Airpodsumu da götürürəm, başlayıram buranı yığışdırmağa. Baxın, qabı çox şirindir. Belə, siz mənə baxın, mən də buranı yığışdıracağım. The morning mist is lingering on the shore. I see the traces of the night in your eyes. Don't say a word, just stay here a little more, while the golden sun begins to slowly rise. Dostlar, artıq mətbəxdə işim bitdi. Mətbəxi gül kimi təmizlədim. İndi isə gəldim öz otağımıza. Dərs cədvəlini yığıram, yəni çantamı hazırlayıram. Softly drifting like a leaf on the street, caught in the middle of a waking dream. Let the world go by, we're staying right. Dostlar, indi isə keçirik videomun
ən gözəl qisminə birlikdə ibadət edirik. Belə. Right here in a quiet harbor where the water is clear, in this velvet light where the shadows play, let the noise outside just fade away. Our steps are silent on the dusty road. The sky is wider than it's ever been. Lay down your heart and drop the heavy load. The peaceful moments are the ones unseen. As the horizon turns to shades of red, with all the unspoken words finally said, no more rushing, no more gold to chase, just the simple beauty of this time and space. Let the world go by. Ailəmizin yeni üzvünü göstərmək yadımdan çıxıb. Deməli, Femidodan əlavə deyirəm ha. Deməli, bizim ailəmizə yeni üzv qatılıb. Baxın. Adı Cicidir. Çox güzeldir. Cici. Beyaz prenses. Adını da Cici qoymuşuq. Çox güzel. Artıq saat 7-dir. İndi isə məktəbə hazırlaşırıq. Baxın, belə corablar almışıq bacımdan mənə. Bunu havalar biraz isinsin, elə geyinəcəyik. Sonra hərəmizə bir dənə belə bir corab. Daha sonra da belə bir corab almışıq. Belə. İndi isə keçək məktəb formasını geyinək. Baxın, üstünə bu çəhraya cəketi geyindim. Bilirsiniz niyə? Çünki bundan uyumludur. Həm də ki, çantama taxdığım labubuları onunla da uyumludur. Görürsünüz, mən necə düşünürəm hər şey. Çorablarımızı geyinək. Yıxanmaqlar yaxşıdır. Allah, ne geçenlikti bunlar. Alda hiç halım yoktu, yuxum gəlir. Rəyimdə niyə yatmır? Neyse, eyb yox. Vlog çəkmişəm. Yəni, vaxtımı səmərəli keçirmişəm, dəyərləndirmişəm, heç nə demə. Kəsməliyəm. Belə. Neyse, saçımızı qəşək bir dənə yığaq. Saçımı necə eləyim, heç bir fikrim yoxdur, inanırsınız. Staying right here in a quiet harbor where the water is clear, in this velvet light where the shadows play, let the noise outside just fade away.
Qaşlarım da bitdi. Məncə çox gözəldirlər. İndi isə qaşlarımızı sabitləyək. Çünki mən nə makyaj eləməsəm də həmişə qaşlarım sabit olur. Belə. 2 stəkan şirəsi gətirib qardaşım. Mənə də gətirib. Başqa vaxt gətirməzdi. Nəysə. Yadımdan çıxıb orucu olduğum deyə düşünürəm. Özün yüksək. Deməli, hər şey bugün çəhraydı. Mən bu türkdən aldım. Ben artık hazırım. Prosto bir sizden üşüyorum. Sadece o jaketle çıksam üşüyərəm. Bilirəm, üşüyəcəm. Amma məncə dözərəm də nə olacaq ki. Neysə, belə gedək. Dostlar, artıq hazıram. Belə gedirəm. İnşallah. Sonuqdan dolu bölmərəm. Baxın. İstəyirəm. Yəni, labubum, bu, zorabım. Saçımın rezinləri falan hamısını kombinləmişəm. Yəni. Neysə. Evdən çıxıram. Hamınızı öpürəm. Buradan kanalıma abunə olub videoma like atmağı unutmayın. Əgər bu serinin davamını istəyirsə yorumlarda bildirin. Bir də iftar vlogda çəkməyi düşünürəm. Əgər istəsəniz onu da yorumlarda bildirin. Hamınızı öpdüm. Özünüzə yaxşı baxın. Hələlik. Bye bye.